2020'nin fevralın 29'unda mən 7 günlük ABŞ-a gəlməliydim. Gəldim bura martın 6-sı tədbiri də dayandırdılar, ölkəni də bağladılar. Pandemiyada biz burada ilişib qalmışıq. Qəsdən biz bura köçməmişik. Amerikalılar özlərinin nə qədər şanslı olduğunun fərqində deyillər. Onu başa düşmürlər ki, nə qədər fərqlidirlər. Bir işdən digərinə keçmək bir çox ölkələrdə mümkünatsızdır. İşi düzgün eləmədi, nəsə alınmadı, həyatın söndü kimi gəlir çıxır. Üstüvə yapışır. ABŞ-da amma nə istəyirsən o da ola bilərsən məsələsidir ki, bu ölkəni qabağa aparan da odur. Ölkəni də qabağa aparanlar bu arada böyük texnologiya şirkətləri deyil, kiçik sahibkarlıqlardılar. ABŞ-ın 70% iqtisadiyyatı kiçik sahibkarlıqların üstünə qurulubdur. Mən uşaq vaxtından həmişə dünyaya gələndə seçilmiş olduğum fikri ilə gəlmişəm. Bu dünyaya sadəcə yeyim, içim, övlad dünyaya gətirim kimi baxa bilmirəm. Özündən sonraki iz qoymaq məsələsi və community build məsələsi var. Mən Naxçıvanda da olmuşam. Ata tərəfim Ordubaddandır. Ana tərəfim də Naxçıvan şəhərindən. Hazırda Azərbaycandan bu videoya baxanlar var. Polygraph.ai/careers-ə baxsaq, orada bir çox bizim vakansiyalarımız var. Əgər siz də poliqrafa qoşulmaq istəyirsinizsə, gəlin. Baxsaz görəcəksiniz ki, həyatımda bir çox ilklər eləmişəm. Dünyada böyük binalar var ki, onların girişlərinin blockchain-də saxlanmağını mən eləmişəm. Dünyada ilk saatı blockchain-ə gətirən biz olmuşuq. Saatın arxasına biz QR kod yerləşdirmişik. Saat satılanda kimə satılırsa o qeydiyyatdan keçir, daimi blockchain-də qalır. Mən bunu satıramsa bir başqasına, o da QR-ı oxudur, o da keçir blockchain-ə. Bunun vasitəsilə piratçılığın sonuna gəlirik qısacası. Texas, mən bilmirdim ki, burada qış gələ bilir. Qış vaxtında mənim maşınım dağıldı, getdi. Soyuqdan şeylər partladı, şlanklar partladı. Bunlar haqqında bir dənə review yazdım. Çünki mənə sığortanı vermədilər bunlar. Ona görə review yazdım. Öz aləmimdə də gözləyirəm ki, bunlar bu review'ya görə sığortayı da gətirib verəcəklər. 2 gündən sonra girib baxıram, review'umu siliblər. Review platforması review'umu silibdi. Chatbotlarına yazıram ki, bəs mən bunu review yazmışam 2 gün bundan qabaq, o hardadır? Mənə bir dənə cavab verdilər ki, we have no bot policy. Bot rəylərin yazılmağını qəbul eləmirik. Və bunu dediyim yerdə mənim hesabımı blokladılar. Onun nəticəsində də biz poliqrafı qurmuşuq hazırda. Yəni o səbəbə görə belə gözlənilməz bir, heç ağlıma belə heç vaxt gəlməyən bir səbəbə görə poliqraf bugün həyatdadır. Belə bir qərara gəldik ki, əgər bunlar mənim reviewlarıma fake deyirlərsə, mənə qısacası dedilər ki, sən botsan. Soruşuram ki, səbəbi nədir? Cavab da verə bilmirlər. Demək, tək mən deyiləm ki, bu problemlə olan. Bir balaca analiz elədik 1000 nəfərlik sorğu ilə. Fikirləşin, pandemiya vaxtında Yaqub Ağasinin küçələrində cəmaata yaxınlaşır. Hamı da deyir ki, yaxın gəlmə də mənə. Ki, sən reviewlara inanırsan və ya yox. 1000 nəfərdən 300-ə yaxın bizə cavab verdi ki, bəs mənim review ilə problemim olubdu və ya review-ya inanmıram və s. Qısa olaraq bir dənə testedweb.com adında dəli kimi WordPress-də qurulan bir sayt qurduq. Bura review'unu yazırsan, bizim Python skriptlər sənin yazdığı və sən tərəfindən yazıldığını və ya biz algoritmi belə qurduq ki, fake yazırsansa, qərəzli yazırsansa, müsbət və ya mənfi, onu tapırıq və ona da rating veririk. Bunu heç bir paylaşım və s. də eləməmişik. Səhər 6-da yuxudan dururam. Aslında məni tanıyan 3 nəfər var, yoxdur. Yəni burada elə bir tanışdığım, əhatəm yoxdur. Telefonumda 600-700 dənə text mesaj var. Bəziləri deyir, biz sizlə işləmək istəyirik, bəziləri deyir, biz sizə investisiya eləmək istəyirik, bəziləri deyir, çox sağ ol. Biri də axırki link atıbdı, onu da başa düşürəm ki, nədir. Fox News bizim haqqımızda xəbər paylaşıbdı. Xəbərdə də göstərirlər ki, texnologiya startapı fake reviewlarla mübarizəyə başlayır. Və eyni gündə də bizim sayt çökür. Çünki WordPress-də qurulubdu. Bu minlərlə adam üçün nəzərdə tutulmayıbdı da bu. Mart 2023-də 1 milyon 645 min dollarlıq bir pre-seed
fond yığdıq ki, bəs fake reviewlarla mübarizə aparacağıq. Amma mən heç vaxt bunu biznes olaraq eləmək niyyətim yoxdur. Yəni həmin vaxtda belə sadəcə investorlar bununla çox dəhşətcəsinə məşğul idilər. Biz pulu yığan gününün səhərsi investorlara e-mail yazdıq ki, bəs biz tested web'i bağlayırıq. Bizim daha böyük proyektimiz var, Polygraph AI. Polygraph AI üzərinə gedirik. Və Polygraph AI-da hazırda kiçik dil modellərindən istifadə edərək AI, süni intellektlərin qorunmağına və ya süni intellektlər vasitəsilə yaranan təhlükələrin aradan qaldırılmasına kömək edirik. Polygraph Secret Marker-a baxsaq, məxfi məlumatları tapır, onları ya anonimləşdirir, ya silir, ya dəyişdirir və geri gələn məlumatları da təzədən yerinə qoyur. Polygraphın istifadəsi enterprise'lar və dövlət, əsasən müdafiə sənayesi üçündür. Süni intellekt dediyimiz intellekt, biz insanı götürsək. Biz istənilən adamı trainingdən keçiririk ki, bunu eləmə. Bu adam əvvəl-axır yorula bilir, düzdür? Və eləmə dediyini də eləyə bilər. Süni intellekt də onun kimidir. Nə qədər özlərin desən ki, eləmə bunu, 3 dəfə, 5 dəfə, 10 dəfə eləmir, 15-ci dəfədə səhv eləyir, onu buraxır. Və bu səbəbə görə poliqraf istifadə olunur ki, istifadəçi hər hansısa bir datanı verir. Poliqraf oturubdur bunların frontunda, girən datada olan məxfi məlumatları tapır poliqraf. Dinamik olaraq məxfiləşdirir dataları və məxfiləşdirilmiş data ötürülür LLM-ə. LLM məlumatı düzəltdi, göndərir. Həmin o məxfiləşmiş məlumatlar yenə dəyişdirilir, orijinal versiyasına qaytarılır, sənə göstərilir. ABŞ-ın ən böyük sərgilərindən biri idi. Bu sərgidə bizə ən secure LLM haqqında danışırdılar ki, biz bunu eləmişik. Mən sadəcə girdim bunların sisteminə, türkcə yazıram ki, prompt injection qoyuram bura. Və bunların qadağan elədiyi şeyi mən türkcə yazaraq üstündən keçdim. Bütün qadağaları qoyublar ingilis dilində. AI yadından çıxardıb ki, bəs mən türkcə dildə bunu eləməməliyəm. Biz bu günə qədər Polygraphda 11 milyon 845 min dollar investment almışıq. Investorlarımızın içərisində tanınmış ailələrdən Guggenheim ailəsinin Mimi Guggenheim'i var, Allegis Capital var, hansı ki cyber security investorlarının içərisində elit sayılır. Mümkünatsız investor deyirlər onlara. Alumni Ventures var, Angels var, Data Power VC var, Machina Ventures var, Qafqaz Ventures var. Məhəmməd Kərim salam. Məqsədin səndə nəyisə quranda daha sonra böyük investisiya eləyə biləcək adamları gətirməkdir. Investor sənə pulu hədiyyə vermir. Üstündə investisiya deyilir buna. Mən 1 verirəmsə 15 götürmək istəyirəm. Misal üçün bizə 8 milyon verilibdi. Bunların məqsədi 150-200 milyon götürməkdir bizdən, bizim vasitəmizlə. Bu raundda misal üçün biz 9 milyon yarım yığmışıq, amma bundan savayı bizim hazırki investorlarımız bir çox köhnə investorlara 2-3 dəfə artıq ödəniş eləyərək onların investisiyalarını da alıblar. Sadəcə bizim yığdığımız pul deyil, ondan savayı da bir neçə milyon da əlavə xərclənibdi investorlar tərəfindən. Biz artıq köhnə investorlarımızın bir çoxuna return vermişik. Gələk ikinci bir nöqtəyə. Necə investisiya əldə olunur? İnvestisiya əldə etməyin özü full time işdən daha çətin bir işdir. Bir çox adamlar fokus eləyirlər məhsula. Və məhsula fokus eləmək yerinə birinci başa düşmək lazımdır ki, investor ilkin başlayanda sənin məhsuluna deyil də sənə investisiya edir. 2, komandan olmalıdır. Tək gedirəmsə harasa, mənə heç kəs o qədər investisiya verməzdi. Gözəl komandamız var. Polygraph'ın AI komandasının 100%-i ya PhD-dirlər, ya da hazırda PhD eləyirlər machine learning sahəsinə. Və tanınmış universitetlərdən UT Austin-dən, George Washington-dan, Virginia Tech-dən PhD alan və ya hazırda PhD almaqda olan adamlardılar. Bəziləri heç orta məktəbə belə getməyiblər. Mən onlara competitive hacker deyirəm. Bəziləri ilə biz bəzi dövlət orqanlarını hackləmişik, bəziləri ilə böyük Gemini-ları hackləmişik və s.
Bunları eləyəndə də white hat hacker olaraq eləyirik bu arada. Kimisə problem yaratmaq üçün deyil. Çünki biz eləməsək başqa pis adamlar eləyə bilər və onlar nəticəsində böyük problemlər yaşana bilər. Biz bunların qabağını özümüz almağa çalışırıq. Bizim məqsədimiz odur ki, investorlarımızın özlərini belə bizlə həvəsə gətirək. Mən bu 10 milyonu 25-30-a qaldırmalıyam ki, 250-300 milyon ətrafında bəlkə bir sonraki investisiyanı eləyə bilim. Yoxsa bunlar özləri nə mənim üçün həvəsə gəlməyəcəklər, nə bir şey eləməyəcəklər. Və özümü çətin vəziyyətdə qoyuram. Amma aşağı rəqəmli bir investisiya götürürüksə, bu hazırki rəqəmimizin 50% üstünə bir şey gətirirsə, hazırki investorlarımız avtomatik olaraq 3, 4, 5x bizim üstümüzdən fürsət görürlər ortada. Orta olaraq da ABŞ-da və ya dünyada yüksək olan ventureların return məsələlərində 2x-dir, 2.2x-dir. Əgər bir investora sən avtomatik göstərirsən ki, bir il ərzində 4x, 5x ən azından götürə biləcəyi, bu həvəsə gətirir. Sən gələcəyi göstərə bilməlisən. It's all about storytelling. Poliqrafın müştəriləri hazırda dövlət orqanları var bizdən işləyənlər, dünyanın ən böyük banklarından bizim platformu işlədirlər. Məktəblər var, poliqrafı işlədənlər, səhiyyə orqanizasiyaları var, sığorta şirkətləri var, telkolar var, telecommunication kompaniyələr var. Bəziləri bizim pilot versiyadadılar hazırda. Bəziləri artıq bütün şirkət vasitəsilə istifadə edirlər. American Security Foundation poliqrafı işlədir misal üçün. Brightcon AI poliqrafı işlədir. Davis County Utah poliqrafı işlədir. Adlarını çəkə bildiklərim bunlardılar. Çünki özünüz də bilirsiniz ki, security sahəsində işləyəndə bir çox müştərilərin adını çəkməyin düzgün deyil. Bizim məqsədimiz əvvəl-axır poliqraf protokolunu qurmaqdır və bütün süni intellektlərə bu protokoldan istifadə etmək, dolayısı yolla məcburiyyət yaratmaqdır. Top bazara da bütün maliyyə aiddir, bütün critical operations aiddir ki, biz bunları eləyirik. Və içərisində işləmək istəmədiyimiz ölkələr var. Bunlarla biz işləmək istəməyəcəyik. Hazırda məqsədimiz sadəcə ABŞ-dır, İsraildir, Yaponiyadır və salam. Hazırki 3 bazarımız bunlardılar. Son 6-7 ayda biz 3 dəfə acquisition offer almışıq. Rəqəmi vermədən hazırki olan poliqrafın valuation'ından 2 ən aşağı olaraq dəfə yuxarı, ən böyüyü isə 10 dəfə daha yuxarı, 12 dəfə daha yuxarı olan valuation'larla. Hər üçünə də yox demişik. Biz ümumi özümüzü Amazon'un da, Google'un da, Microsoft'un da security sistemləri ilə rəqib kimi görə bilərik istəsək. Amma həm Amazonla, həm Google'la, həm Microsoft'la eyni zamanda partnerik biz. Biz əsasən bayaq dediyim kimi yeni bir kateqoriya yaradırıq. Bu kateqoriya əvvəl-axır yaranacaqdır. Bizli və ya bizsiz. Məqsədimiz isə bizim liderlik eləməyimiz olan, eləyəcəyimiz bir kateqoriyadır. Əvvəl-axır biz acquisition-a gedəcəyik. Yəni kimsə bizi alacaqdılar. Amma bizə təklif eləyəcəkləri rəqəm hazırda 1 və ya 2-0 geridədirlər. Alan tərəf, acquire edən tərəf bizim fikrimizlə eyni nöqtəyə gəlmiş tərəf olmalıdırlar eyni vaxtda. Bir çox treyninqlər insanlar əsasında, insan keçmişi əsasında olan datalara bağlanır. Və insan keçmişinə biz baxanda ən böyük problem ondan ibarətdir ki, insan çox acımasız bir heyvandır. Bütün tariximiz müharibələrlə, zorakılıqlarla dolu olan bir tarixdir. Və fikirləşin, uşağı göstərirsiniz ki, qan, uşaq da qan istəyəcəkdir. Əgər AI-ya da bunu göstərirsinizsə, eynisi də AI-da olacaq. Bu ən böyük problemdir. Məncə, lokalda biz dataları qoruduğumuz müddətdə, lokalda biz AI-ya restriction qoyduğumuz müddətdə bu problemi aradan qaldıra bilərik. Və qaldırırıq da hazırda. Gələk ikinci nöqtəyə ki, işsizlik məsələsinə.
Əgər sənin işin 2 knopkanı vurmaqdan ibarətdirsə, copy paste isə buna dünəndən hazır olmalıydın ki, bu iş əvvəl-axır avtomatlaşdırılacaqdır. 2 knopka olmasın, rutin işlər deyilir də bunlara ki, avtomatlaşdırıla bilən işlərdir. Bunu buradan götür, ora qoy. Buradan götür, ora qoy. Bu kimi işlər təbii ki, əvvəl-axır avtomatlaşdırılmaq məcburiyyəti var, çünki human capital çox bahalaşır. Mən götürürəmsə, misal üçün, bir dənə alət düzəldəcəyim bura. Qiyməti $50,000-dır. Amma 10 il işləyəcəkdi bu. Amortizasiyadan və s. sonra da $10,000 sata biləcəyim bunu. $5,000 sata biləcəyim. İllik bunun istifadəsi gəlir düşür $4,500. Amma bir adamı işə qoyacaqamsa, onun ən belə deyək, Filipində özümə $1,000 iş tapıb qoyacaqamsa ona, onun belə qiyməti gəlir düşür $12,000 illik. Müqayisə eləyəndə təbii ki, mən bu avtomata üstünlük verəcəyim. Normal olan, istənilən sahibkar bu cür fəaliyyət göstərəcəkdir. Yəni bu cür işlərimizə biz o qayda baxmalıyıq. İndi gələk hətta jurnalistlərə, hansı ki, xəbərlə məşğuldular. Çox təəssüf ki, hazırda xəbər agentliklərinin əksəriyyəti sağa və ya sola hər hansısa bir tərəfə bağlıdırlar. Yəni qərəzlidirlər. Biz AI vasitəsilə bunların özünü də aradan qaldıra bilərik. Hətta biz görüşə başlamamışdan qabağa deyirdim ki, ABŞ-da olan seçkilər ərəfəsində ilkin xəbərləri yayan jurnalistlərin bir neçəsi poliqrafı istifadə eləyirdilər. Oturublar böyük bir tədbirdə, bütün jurnalistlər dayanmadan yazı yazır. Poliqrafı istifadə edən bir dənə mikrofon qaldırıb yuxarıya və salam. Onun vasitəsilə adamın özünün tərzində yazır. Avtomatik olaraq bütün məqalə hazırlandı, oxudu, submit vurdu və salam. Bu təbii ki, bu cür olmalıdır. Əgər sürətlə nəyisə eləyiriksə, gəlin indi fikirləşək bunun maliyyə bazarlarına təsirinə. Kim birinci belə bir məlumatı yazırsa, onun maliyyə bazarına təsiri də böyük olur. Və ya digər tərəfə gələk, mənə gələn e-maillərə. Bir çox adamlar e-maili AI vasitəsilə edirlər hazırda. Öz aləmlərində bu kontenti avtomatlaşdırırlar. Başa düşmürlər ki, digər tərəfdə də spam filtrlər də bunların qarşısını almaqla məşğuldular. Bunun özünün dayandırmağın da yolları var. Bu AI buna da kömək olacaqdır. Çox təəssüf ki, gələk fərdlərə. Yəqin ki, sizin özünüz də tekst mesaj almışsınız ki, ya toler olun, pulunu verməmisiniz və ya uşaq zəng vurur ki, ata mənə pul lazımdır. Ya ana zəng vurur ki, evin dokumentini kimin adına köçürüləcəyi və s. və ilaxır. Və bunların özünün də qarşısını almaqdan AI-dan istifadə olunacaq. Məncə AI bizim həyatımızı daha da təkmilləşdirəcəkdir və təkmilləşdirir də. Amma hər yaxşı texnologiyanın eyni zamanda da pis istifadəçiləri var. Pislərin də qarşısını almaq üçün biz hazırda 10 dəfə daha çox addım atmalıyıq ki, bu təhsil sahəmizdə misal üçün daha yaxşı red teamçilər qoyaq ortaya, daha yaxşı spam, fraud ekspertlər ortaya çıxaraq. Və burada cavan nəsil məncə buna fikir versələr daha yaxşı olar ki, gələcəkdə bu fraud və s.ləri, digital fraud daha böyüyəcəkdir. İldə bir dəfə poliqrafda hackathon eləyirik, online hackathon olur və universitetlərə açırıq bunu. Qalib komandanın qalib üzvləri olur. Həm pul mükafatı veririk, Apple AirPodlar vermişik keçən il, iPad vermişik və s. Və ən yaxşı olanı da internshipə götürürük. Özümüz üçün bu qayda talent pool yaradırıq. Bu ildə Bakı ofisimizdə bu arada rəsmi olaraq qeydiyyatdan keçiririk. Hazırda Azərbaycandan bu videoya baxanlar varsa, bizim DevOps olaraq vakansiyamız var, backend developer vakansiyamız var, frontend engineer vakansiyası var, QA vakansiyası var, AI engineer var, data scientist var. Polygraph.ai/careers'ə baxsaq, orada bir çox bizim vakansiyalarımız var. Və məqsəd hazırda belədir ki, ən yaxşı komanda üzvlərini Avropanın harasında olsun, Türkiyədə, Azərbaycanda biz götürürük
Bakı şirkətimizə, Bakı ofisimizə. 1 il orada işləyirlər. Onların içərisindən üzə çıxan ən yaxşıları da sonra ABŞ-a gətiririk. Bu cür, yəni belə bir dairəvi circulation yaradırıq.